Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib. Yasamal rayon məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib. Qərara əsasən Müşfiq Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayımlanması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib. Mingəçevirdə orta məktəb müəllimi həbs edilib. Mingəçevir şəhər 11 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi dələduzluqda ittiham edilib. O, vətəndaşların etibarından sui-istifadə edərək onlardan xeyli miqdarda pul alaraq mənimsəyib. Həmin şəxs bir neçə nəfəri aldatmaqla onlara 200 min manata yaxın vəsaiti alaraq mənimsəməkdə təqsirləndirilib. Zərər çəkmişlərin şikayətlərindən sonra həmin şəxs saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəllimə 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilib.